Təbii qidaya qadağa, zəhərli idxala, yaşıl işıq, Maktanın heyvan birjası və palma yağı paradoksu. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, qəbul etdiyi qərarlar və xüsusilə qurum sədri Qoşqar Təhməzlinin ictimaiyyətə açıqlamaları yerli istehsalçılar, fermerlər və müstəqil ekspertlər tərəfindən kəskin tənqidlərlə qarşılanmaqdadır. Agentliyin son illərdə həyata keçirdiyi siyasət qida təhlükəsizliyini təmin etməkdən daha çox yerli kənd təsərrüfatı və heyvandarlıq sektorunun sıxışdırılmasına, eləcə də idxal olunan şübhəli qida komponentlərinə yol açılmasına xidmət edir. Akta sədri Qoşqar Təhməzlinin rayonlardakı 28-dən çox strateji heyvan bazarını standartlara cavab vermir bəhanəsi ilə qapatması və heyvan satışını fiziki formadan elektron birja prinsipinə keçirmək planı kənd təsərrüfatına vurulan ən böyük zərbədir. Əslində, Bakıda sərin kabinetdə, yumşaq kresloda oturub rəqəmsal dünyadan fikir bildirmək çox rahatdır. Qoşqar Təhməzlinin nə vecinə? Onun hər şeyi var. Kabinetində oturub rahatca qazandığını qazanır. Elə bilir ki, kənddəki hamı da onun günündədir. O hardan bilsin ki, kəndli o mal-qaranı necə zülmlə, hansı əziyyətlə böyüdür. Axı internet şəbəkəsinin zəif olduğu, rəqəmsal platformaların nə olduğunu bilməyən ucqar kəndlərdə, ömründə smartfon işlətməyən sadə kəndli öz heyvanını rəqəmsal birjaya necə çıxaracaq? Heyvanın identifikasiyası, peyvənd məlumatlarının sistemə vurulması və çəkilişinin onlayn vitrinə yerləşdirilməsi kəndlinin anladığı və bacardığı iş deyil. Üstəlik, ənənəvi bazarda malını satıb dərhal nağd pul alan və gündəlik dolanışığını, xəstəsinin təcili dərman pulunu təmin edən kəndli elektron birjada bank əməliyyatlarının və rəsmi sənədləşmələrin günlərlə çəkən prosedurunu necə gözləsin? Ənənəvi canlı bazarların qapadılması kəndlinin öz məhsulunu birbaşa satmaq imkanını əlindən alır. Onu rəqəmsal texnologiyalara sahib olan holdinglərin və vasitəçilərin insafına buraxır. Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu bir xəbər mediaya açıqlamasında qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu vurğulayıb. Deputat rəsmi statistikaya diqqət çəkərək bildirib ki, Laçın və Kəlbəcər yaylaqlarının azad edilməsi heyvandarlığın inkişafına gətirib çıxarmalı olduğu halda son 3-4 ilin rəsmi rəqəmlərində həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların sayında ardıcıl və ciddi azalma müşahidə olunur. Deputatın fikrincə bunun əsas səbəbi sahibkarın birbaşa bazara çıxışının süni şəkildə əngəllənməsidir. Araya vasitəçilər girdiyi üçün həm qiymətlər qalxır, həm də heyvandarlıq fəaliyyəti cəlbediciliyini itirir. Mexanizm düzgün qurulmadığı üçün aktanın təhlükəsizlik tədbirləri qida təhlükəsizliyini təhdid edən əsas vasitəyə çevrilir. İqtisadçı Xalid Kərimli də bir xəbər mediaya verdiyi şərhdə vurğulayıb ki, hazırda bu elektron birja komissiyasının və prosedurların fermerlərə hansı əlavə xərclər yaradacağı tamamilə qaranlıqdır. Ekspert qeyd edir ki, əgər bu rəqəmsal keçid fermerin üzərinə yeni rüsumlar və xərclər qoyacaqsa, bu birbaşa ətin qiymətində yeni artmalara yol açacaq. Bazara çıxışı bloklanan, heyvanını sata bilməyən və saxlama xərcləri altında əzilən fermerlər çarəsiz qalıb ana mal-qaranı da kəsimə göndərərək heyvandarlıqdan imtina edirlər. Yerli kəndlinin min bir əziyyətlə istehsal etdiyi təbiətə və südə ağır şərtlər qoyan Akta rəhbərliyi xaricdən gətirilən şübhəli qida komponentlərinə gəldikdə tamam fərqli mövqe nümayiş etdirir. Palma yağı ilə bağlı ictimaiyyətdə həddindən artıq çirkli bir məlumat var. İnsanlarda belə bir təəssürat var ki, palma yağı digər yağlara nisbətən çox təhlükəli bir yağdır. Əslində bu belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı bir yağdır. Akta sədri Qoşqar Təhməzlinin mediada yer alan palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlıdır. Zərərləri sadəcə bir mifdir. Bəyanatı cəmiyyətdə hələ də böyük qəzəblə xatırlanır. Bir çox Avropa ölkəsində xərçəng yaradan trans yağlarla zəngin olduğu üçün istifadəsinə kəskin məhdudiyyətlər qoyulan, uşaq qidalarında tamamilə qadağan edilən palma yağının bir ölkə rəsmisi tərəfindən bu cür cənfəşanlıqla müdafiə olunması ciddi
ciddi suallar doğurur. İctimaiyyət haqlı olaraq soruşur, Qoşqar təhməzli palma yağının ölkəyə gətirilməsində niyə bu qədər canfəşanlıq edir? Bəlkə bu milyardlıq idxalın və xaricdən gələn yağ biznesinin arxasında elə agentlik sədrinin özü dayanır. Yoxsa bu sahədə qurulan böyük monopoliya birbaşa onun şəxsi maraqlarına xidmət edir. Yerli təbii kərə yağı və süd istehsalını stimullaşdırmalı olan bir qurumun xaricdən gətirilən ucuz və keyfiyyətsiz palma yağının vəkili kimi çıxış etməsi yerli heyvandarlıq sektorunun iqtisadi baxımdan çöktürülməsinə zəmin yaradır. Aktanın bu qeyri-peşəkar tənzimləmə siyasəti nəticəsində yerli ət və süd istehsalı kəskin şəkildə aşağı düşür. Boş qalan daxili bazar isə xaricdən gətirilən, mənşə məlum olmayan dondurulmuş ətlərin, quru süd tozlarının və cənab Təhməzlinin yaşıl işıq yandırdığı palma yağının əsirinə çevrilir. Süni qiymət artımı fonunda əhali keyfiyyətli yerli məhsul yerinə sintetik qidalara məhkum edilir. Bir tərəfdən ölkəyə tonlarla idxal edilən ucuz palma yağlarını sığortalayan, digər tərəfdən isə yerli kəndlinin nəfəsliyini kəsən heyvan bazarlarını qapadan Akta rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət ciddi şəkildə təftiş olunmalıdır. Cəmiyyət və yerli sahibkarlar Qoşqar Təhməzlidən utopik inzibati cəza mexanizmləri yox, yerli maldarlığın ayaqda qalması üçün real və praktik dəstək proqramlarını tələb edir. Çünki heç bir inhisarçı qüvvənin milyonluq idxal maraqlarını, millətin sağlamlığından və Azərbaycan kəndlisinin halal çörəyindən üstün ola bilməz.